Və xanım, beynimin içi partlayır. Niyə? Yazmaq istəyirəm. Ürəyimdə hisslərim var, tökmək istəyirəm, amma hardan başlayım bilmirəm. Bu qəşəng sualdır. Yazıçıların əksəriyyətinin əziyyət çəkdiyi məsələlərdən biridir. Yazıçılar adətən ilkin başlanğıcda yazmaq istəyirəm, nələrisə ifadə eləmək istəyirəm kimi hissiyatla başlayırlar. Bu zaman sanki bizim nəyisə ehtiyacımız var. Amma bu ehtiyacı bilmirik, körpə uşaq kimi ağlayırıq. Bilmirik, su istəyirik, bilmirik, yemək istəyirik, bilmirik, bizim yerimiz narahatdır. Amma bilirik ki, bizi nəsə narahat edir. Amma bu nəyinsə cavabını tapa bilmirik. Heç cür tapa bilmirəm. Necə başlayım? O narahatlığı, o ürəyimdəki necə çıxarım? Düzgün bax, onu bilmirəm. Onun üçün ilk növbədə biz bir plana malik olmalıyıq. Mövzunu seçərkən son illərdə dünyada bir tendensiya kimi yayılan və ciddi şəkildə qəbul olunan koqnitiv psixologiyaya əsaslanmalıyıq. Bu necə baş verir? Yəni sizə bir hekayə sıfırdan necə inşa olur, ona baxaq. Ay, əla olar. Mən də qeydlərimi götürüm bunda. Aha. Deməli belə, əziz dostlar. Biz birinci növbədə bilməliyik ki, kimin hekayəsini qələm alırıq. Və kimin hekayəsindən sonra bizim bu hekayəmiz harda baş verir, necə baş verir, məqsədi necədir və burada iştirak edənlər kimlərdir? Gəlin baxaq. Birinci növbədə burada birinci obrazımıza qərar verməliyik. Birinci baş qəhrəmanımız Çiçək xanım. Çiçək xanım. Gəlin baxaq görək Çiçək xanım haqqında nə bilirik? Mənim baş obrazım Çiçək xanım 40 yaşlarında bir qadındır. Çox gözəl bir qadındır. Onun həyat yoldaşı bir həftə öncə dünyasını dəyişib. Özümüz üçün obrazı qururuq birinci. Bəli. Bir həftə öncə dünyasını dəyişib. Əvvəl obrazı tanımalıyam. Bir həftə öncə dünyasını dəyişib. Və buradan belə bir sual doğur. Adam niyə bunun 40 yaşı varsa bu gənc dünyadan köçüb? Bax, mənim üçün bu sualı burada açıq saxlayıram. Niyə? Mənə romanın öncəki yerində mənə lazım olacaq. Mən bunu hələ özüm üçün məlumatlar qeyd edirəm. Və bu məlumatları qeyd edən zaman, amma bunu oxucuya demirəm, hələ süjet qurmuram. Mən hələ obrazın planını qururam. Hələ oxucuya heç nə deyilmir. Bu mənim planımdır. Bu kulisdə gedən prosesdir. 40 yaşındadır, bir həftə öncə dünyasını dəyişib həyat yoldaşı. Həyat yoldaşı Çiçək xanımdan yaşca 15 yaş böyükdür. Özümüz hamısını dəqiqliyinə qədər qeyd edirik. Dəqiqliyinə qədər bilməliyəm. Hətta Çiçək xanımın doğulduğu ayı, bürcü, günü də qeyd edib, həmin bürcün xüsusiyyətlərini və xassiyyətlərini Çiçək xanıma verməliyik. Bu qədər dəqiqliyə. Yox, əgər yazıcı kifayət qədər mənim kimi praqmatik adamdırsa, o bürcə yox, baxmalıdır. Çiçək xanım melanxolikdir, flegmatikdir. Psixologiyada tiplər var. Sanguinikdir, yoxsa xolerikdir. Bunun da siz istənilən Google-dan araşdırıb baxa bilərsiniz. Xolerikin hansı xüsusiyyətlər olur, melanxolikin hansı xüsusiyyətlər. Çünki bu məsələləri bilməyimiz, bunun üçün yazıçılıq təlimləri çox mühümdür. Çünki dialoqları quran zaman bu bizə lazımdır. Niyə lazımdır? Çünki dialoqda, məsəl üçün, siz gəlib Çiçək xanıma desəz ki, mənə çay ver. Əgər melanxolikdirsə, üz-gözün turşudub gedəcək. Xolerikdirsə, deyəcək, dur özün süz. Bax, bunlar dialoq qurmada mühümdür. Deməli, xarakteri bilməliyik ki, obrazımızı yaradaq. Bəli, xarakteri tam tanımalıyıq. Sonra baxırıq, yaxşı, bu bundan 15 yaş böyükdür. Çiçək xanım çox gözəl qadın olduğunu dedik. Niyə özündən 15 yaş böyükə gedir? Bunun cavabı Çiçək xanımın lap əvvəlindədir. Yenə mən portreti elə qururam. Çiçək xanımın bir çox sevdiyi bir məşğuliyyəti var. Çox sevdiyi və arzuları onun üzərində qurulmuşdur. Çiçək xanım çox gözəl rəsmlər çəkir. Amma 16 yaş olanda anasının qalereyası, anası da rəsmlər çəkərdi. Amma bu rəsmləri yalnız qonşulara və rəfiqələrə göstərərdi. 16 yaşında anasının çox gözəl, ciddi rəssam olduğuna inanıb öz rəsmlərini üzə çıxartmırdı 16 yaşına. Ki, anamın rəsmləri daha gözəldir. Çəkingəndir. İndi bunun çəkingənliyi necə göstərəcək sizə. Və bu 16 yaşında qəfil
həyətə çıxanda görür ki, anasının 2 rəfiqəsi söhbət edir. Onlara yaxınlaşanda belə bir qulaq misafir olur belə bir söhbət. Bunu romanda qələm alacağıq. Bunun ya flashbacklərini, xatirələrini, ya nəyinəsə qələm alacağıq. Bunu artıq yazıçı ustalığı ilə qələm alır. Orada yaxınlaşanda eşidir ki, rəfiqələr deyir ki, bu qız bizi usandırıb. Çox yaxşı qızdır, çox gözəl rəfiqədir. Amma bu rəsmlərini yalandan yaxşı deməkdə yorulmuşuq. Aha. Biz artıq çiçəyə bir işarə göndərməliyik ki, çiçək oyan. Çiçək. Aha, bu sizin baxış bucağınız. Amma çiçək çəkingən idi, anasına görə rəsmlərini üzə çıxartmırdı. Və düşünəndə ki, anası kimi ona güclü gələn bir rəssamı belə bəyənmirlərsə, elə mənim şəkillərim heç bəyənilməz və arxa plana keçər. Və çiçəyin çəkingənliyi yüksəldir. Deməli, çiçək xaraktercə nədir? Melanxolikdir. Deməli, biz özümüz cəhətdən yox, yaratdığımız obrazın gözündən baxmalıyıq. Bəli. O görürsünüz? Və çiçək, bu Çiçək xanım rəsmləri arxa plana yolladıqdan sonra və çiçək melanxolikdir, risk eləməyəndir, qorxaqdır. 15 yaş böyük biri ilə ailə həyatı qurub. 15 yaş böyük biri çiçək kimi obraz. Mən sizə sual verim. Kimin ailə həyatı qurardı? Anasının ən yaxın adamından. Yəni etibar elədiyi adamdan ki, anası deyir ki, bununla evlən. Çiçək bibisi oğlu ilə ailə həyatı qurub. Aha. Çünki risk eləməyən adamlar qohumlarla evlənir. Aha. Baxın, belə bir məsələ. Çiçəyin obrazı sizə tam aydın oldu. Və çiçəyin 40 yaşı var. Çiçəyin bir dənə bir qızı var, Gülər. Yadınızda saxlayın. Əsərdə hər hansı bir obraz baş obrazın inkişafında iştirak eləməyəcəksə, obrazı yaratmırıq. Mütləq hansısa bir olmalıdır. Gülər hələ burada necədir? Kölgədədir. Bu çiçək belə bir mübarizə aparır. Və çiçək hər dəfə o aşağı zirzəmiyə, zəngin bir xanımdır, yoldaşından çox var dövlət qalıb. O zirzəmidə öz gizlin qalariyasına ki, qızına da deməyib bunu. Oraya endiyi üçün hər dəfə özünə söz verir ki, bu çəkdiyim rəsmləri bir gün o Tindəki məşhur qalariya yerinə aparacam. Amma bu 10 ildir təxirə düşür. Çünki o qorxaqdır. Biz indi məsələnin elə beləcə davam edəcəyini zənn elədik ki, yəqin ki, Çiçək xanım mübarizə aparacaq, qorxuların öhdəsindən gələcək. Eləmi? Oxucu düşdü təliyə. Məsələ bu deyil. Aha. Məsələ bu deyil. Aha, çox həyecanlıdır. Aha. İndi görürsünüz, bu romanı oxuya bilərsiniz. Amma hələ mən süjeti qurmamışam ha, hələ mən planı qururam. İndi gəlin baxaq. Çiçək xanımın həyat yoldaşı rəhmətə gedəndən sonra Çiçək xanım bir zəngin bir xanım ətrafda bunu necə pərəstişkarları yaranacaq təbii ki. Başına fırlanacaqlar bunun. Çünki Çiçək xanım zəngindir və gözəl bir xanımdır və kifayət qədər də rahatlıq və sakitlik vəd edən bir xanımdır. Çox belə üsyankar bir xanım deyil. Niyə? Melanxolikdir. Aha. Deməli, burada belə bir obraz meydana çıxır. Həmid adında obraz. Bu Həmid planlayırıq hələ. Hələ süjetə girməmiş. Bu Həmid obrazı, hələ sizə obrazlarla tanış edeyim. Bu Həmid bütün ətrafdakı insanların bəyəndiyi dul bir adamdır. Həyat yoldaşı ilə bəxti gətirməyib, övladı olmayıb, ayrılıb. Amma uzun müddətdir bunların ailəsinə gəlib gedir və kişinin bütün xəstəliyi boyunca yanında olub. Və sonra bu ailənin bir növ özü üçün mənəvi bax hesab edir ki, məndən Gülərə yaxşı ata olar. Başqasından olmaz. Artıq bu fikirdədir. Və indi bu müddətdə gedir, çiçək məsələlərlə mübarizə aparır və bu adam, Çiçəyin həyat yoldaşı artıq ölümündən əməlli başlı müddət keçir. Çiçək mübarizə aparır və Gülər. Gəldik bunun qızı Gülərə. Hələ planı qura-qura, hələ burada bir dənə Əhməd də var. Əhməd kimdir? Buna hələ gələcək. Planlı bir Əhməd də var. Və o obrazları özümüz yazırıq hər tərəfə ki, belə var. Baxın, mən planı qururam. Mən Həmidi yazdım ki, 45 yaşlarında dul bir kişidir, boyu belədir, çəkisi belədir və yaxud da melanxolikdir, sanguinikdir, hamısını yazıram. Gözlərinin rəngi budur, qaşları budur, hamısını. Çiçəyə elədiyimiz hər şeyi hər şeyi bütün obrazlara eləyirik. Əzizim, burada belə bir məsələ var. Hətta indi müasir texnologiya bizim üçün bunu asanlaşdırıb. Biz bu məsələləri yazıb bunu çat deyə atırıq və həmin obrazın fotosunu bizim qarşımıza çıxarıb. Həmin fotonu hətta bu lövhəyə vurub gəlib bu obrazdan danışmaq da olar. Allah, obrazı mənimsəmək üçün. Mənimsəmək üçün ki, o əyninə hansı köynək geyir. Köynəyin, məsələn, bu Həmidi mən belə təsəvvür edirəm. Köynəyin altından belə yaylıq bağlayır boğazına. Çox intelligentdir. Hə, gözəl. Hə, həm də onun belə xüsusiyyətini göstərir ki, o çox
təmizkar, özünə diqqət edən bir adamdır, öz rahatlığına düşkün bir insandır və ona görə də obrazların psixoloji şeyini veririk, altdakı bu niyə belə gəlib, yoxsa ancaq başqa yox, sadəcə olaraq onu süjet əsərin içərisində köynəyin altından yaylığı bağlamasını, balaca yaylığın bağlamasını, şaflı bağlamasını verirsiniz, artıq oxucu başa düşəcək ki, bu Həmid kifayət qədər rahatlığına düşkün və təmizkarlığına düşkündür ki, elə bu sakit ailəni və Çiçək xanımı seçir. Niyə? Kifayət qədər pul var, gözəllik var, bir dənə hazır uşaq da var. Həmidə nə lazımdır ki? Gəlib artıq bu ömrün yerdə qalanını bunlarla birlikdə keçirdəcək. Artıq bir xəyalı var. Aha, gəlirik Əhmədə. Əhmədə hələ dəymirik. Əhməd bizi burada gözləyir və Gülər. Gülər ümumiyyətlə niyə var? Gülər də anası kimi çox gözəl bir istedada malikdir. Onun çox gözəl skripka çalmağı var. Və bunu skripka deyə bilərsiniz, ariya deyə bilərsiniz, neysə bir şeylər deyirsiniz və Gülər bu qorxaq anasına aldığı təklifi bölüşür. Qorxaq anası deyir ki, mən konservatoriyaya gedirəm Bakıya. Bunlar rayonda yaşayırlar. Biz konservatoriyaya gedirəm və mən gedəcəm orada, mən konservatoriyada bəyənəcəklər, mənə belə olacaq, belə işlər olacaq, ora-bura. Çiçək düşür bir dənə qızı, Çiçək qorxaqdır. Deyir ki, ola bilməz, sən ora təhnə edəcəksən, səndən də çox skripka çalanlar var ya da səndən də yaxşı oxuyanlar ya vokal səsə malik olan insanlar var. Sən gedəcəksən o megapolisdə sən necə olacaqsan belə falan. Bütün günü qızı ilə təzyiq edir və qızı bununla dalaşır. Bu dalaşma da Çiçəyə çox pis təsir edir. Çünki Çiçək kimi adamlar dalaşmağı sevmirlər, mübahisəni sevmirlər. Və Çiçək artıq elə bir vəziyyətə gəlib ki, artıq şəkilləri çəkdiyi şəkillərdə, qalereyada hamısı yadından çıxıb. Romanda İndi biz baxdıq. Bizim nəyimiz var? Baş qəhrəmanımız var. Bizim niyələrimiz var, nə üçünlərimiz var, məkanımız var. Amma bizim nəyimiz çatmır? Sizcə bizdə burada nə çatmır? Nə var başqa? Bizim zamana ehtiyacımız var. Hansı dövrdə keçir hadisə? Yox. Baxın, zaman elə bir qüdrətdir ki, bu hansı dövrdə keçməyə ya keçməməyə o qədər də mühüm bir məsələdir. Biz bunu istənilən bir dövrə apararıq, qoyarıq, 37-ci ilə də qoya bilərik, 45-ci ilə də qoya bilərik, o tipajda bu adamları geyindirərik, baş ayaq düzəldərək, o da məsələdir. Məsələ odur ki, romanda ən aktual mövzulardan biri zamandır. Zaman odur ki, bu zaman daralmalıdır ki, oxucu o tərəfdə səbirsizlənsin. Bu daralma nədir? Gülər anasına deyir ki, mənim bir həftə vaxtım var, konservatoriyaya həy yox deməliyim. Aha, müddət qoyuruq. Müddət qoymalıyıq. Əgər biz əsəri zamansızlığa yuvarlasaq, ki bəzən tarixi romanlarda bunu edirik. Bu tarixi romanlarda olar. Çünki tarixi romanlarda bəzən keçən əsrdən bəhs edirsiniz. Əsər 50 illərində, 100 illərində davam edir. Bu normaldır. Amma müasir əsərlərdə zamanın daralması mühümdür. Müşahidə eləmisiniz onun hansı əsərlərdə? Zamanın daralması. Saatlı bomba kimi. Məsəl üçün qəhrəman 24 saat verilir. Mən belə şey görəndə gözüm qalır ancaq vaxtın keçməyində ki, görün bununla bunun dediyi gün üst-üstə düşdü. Bəli. Mənim gözüm oxuyandan zordur. Bəli, Gülər anasına nə dedi? Mənim bir həftə vaxtım var, konservatoriyam var. Və axşamı Həmid gəldi, çıxdı. Həmid Çiçək xanıma dedi ki, mənə bir həftəyə həy yox deyil. Mən dedim Həmid gəlib Güllərin gözünə girəcək. Görürsünüz, bax sizin təsiri. Bax, oxucu artıq yazıçı tələsinə düşür. Və burada Gülərlə Çiçəyi güzgüləmə ilə qorxuları meydana çıxartdıq. Güzgüləmə metodu var kognitiv psixologiyada. Güzgüləmə metodu nədir? Gülər cəsarətlidir. Çiçək qorxaqdır. Gülərin cəsarəti ilə Çiçəyin qorxularını oxucuya aşkarlayırıq. Bunun hamısını kognitiv psixologiyanı bilməliyik ki, obrazlarımızı bilək də, o ananın uşağı. Xeyr, sadəcə olaraq yazıçılıq təliminə qoşulmanız kifayətdir ki, bunları mən sizə hamısını detallı. Çünki zaman ayrıca bir dərsdir, ondan sonra bu ayrıca bir dərsdir, bu ayrıca 6 ay ərzində tədris olunur bu dərslər. Yəni 6 aya mən əməl başlı yazıçı olub çıxa bilərəm. Bəli, tamamilə olan hamısını detal zaman necə ifadə olunur, ondan sonra zamanın yeri, yurdu, idarəsi, məkan necə inşa olunmalıdır. Bunlar hamısı. İndi sadəcə olaraq sizə mən bir qısa bir quş baxışı izah edirəm. Bir əsər belə, amma bunun tam detallı mənimsəmək üçün isə müddətə ehtiyacımız var. Və Gülərlə Çiçəyi güzgüləmə ilə qorxularını üzə çıxardırıq. Amma mən hələ süjeti girməmişəm amma. Bu hələ plandır. Plan kifayət qədər məni həyəcanlandırmalıdır ki, mən əsərə başlaya biləm. Oxucudan birinci növbədə, ilk növbədə yazıcı ilhamlanmalıdır. Yazıcı baxmalıdır bu plana və deyir, mən bunu yazacağam.
Bu məni ilhamlandırdı. Hə. Və bu ilhamlanma olmasa, yazıcı o yazını yazmasa, o ilhamlanma, oxucu da ilhamlanmayacaq. Birinci özün həyəcanlı. Bəli, bəli, bu birinci özün arzulamalısan ki, qoy getsin. Bəli, bu mərhələli bir məsələdir. Və zaman işləyir. Bir həftə başladı. Çiçək artıq məhv olmaq üzrədir. Gülər buradan sıxışdırır, Həmid buradan sıxışdırır və qonum qonşular və burada əsər 3 nöqtə ilə ayrılır. Ürəyim partladı. Əhmədə gedib çatmamış əsər ayrıldı. Əsər ortadan ayrıldı. Əhməd. Qəfildən bir dənə mövzu başlayır. Proyektorlar qurulur, hamısı bir dənə gənc 30 yaşlarında dayanıb orada hirsli siqaret çəkir. Mən də baxıram ki, mən şey oxuyurdum. Bura hardan gəldim çıxdım? Bu Əhməd kimdir? Bu Əhməd xolerik. Artıq bildiniz də dəli dolu bir adam gəlir. Gəlir. Həmid flegmatik idi, çox sakit idi. Əhməd xolerik, 30 yaşlarında, 15 yaşından kamera qabaqlarında ölkədə məşhur bir aktyordur. Məşhur bir aktyordur. Özüm bəyəndim. Bəli, özüm bəyənmiş də deyə bilərsiniz. Amma onun bir dərdi var. O artıq işıqlardan bezib. O heç bir mağazaya gedə bilmir. Ondan davamlı avtoqraf alırlar. Onun başının üzərində o qədər qızlar fırlanır ki, o bezib. O kifayət qədər 15 yaşından pul qazanır. Pul onun heç bir əhəmiyyət kəsb eləmir. Və yeni bir film təklifi gəlib, yeni bir film təklifi üçün o rejissora deyir ki, mən bir həftə yoxam. Biz deməli o bizim artıq bir həftəmiz var. Birləşdirmişik. Bizim artıq bir həftəmiz var. Necədir? Maraqlı gəlir romans sizə? Çox qəşəngdir. Bizim artıq bir həftəmiz gəlir. Amma məsələ burada bu da deyil. İndi gəlin baxaq. Bu bir həftə Əhməd bir həftədə gedir ucqar rayonların birində bir səssiz kurort zonasına. Deyəcəksiniz kurort zonasını səssiz necə edəcək? Necə edir kurort zonasını səssiz? Özünə qapanacaq da o adam. Baxın bu sizin ehtimalınız, yenə düşdünüz təliyə. Kurort zonasını tənha eləməkdən ötürü payız fəslini seçmək lazımdır. Maraqlı. Bəli, kurort zonası, payız fəsli, xəzal tökülür və burada Əhmədin evi var və Əhmədin qonşuluğunda Çiçək xanımgilin malikanəsi var. Təbrik edirəm Əhmədi. Yaxşı yerə düşür. Çiçək xanım da burada, bu rayondadır, şəhərdə. Bu şəhərdən bezərək bura gəlir. Və növbəti top. Çiçək xanımla Əhməd bir yerdə rastlaşanda Çiçək xanım dərk edir ki, həyatda heç vaxt sevməyib. Sevginin nə olduğunu bilməyib. Əsər necədir? Kulminasiya nöqtəsinə çatdı. Amma Çiçək qorxaqdır. O bütün günü oturub bir dənə dərdlə məşğuldur. Dərd nədir? Mənə dərdi bürüdü ki, onların arasında yaş fərqi çox olacaq. Sağ Çiçək dedi ki, cəmaət mənə nə deyəcək? Cəmaət nə deyəcək? Bütün günü gözünün yaşını axıdır, özünü pis hiss edir, amma buna rəğmən Əhmədlə münasibətə başlayır. Və münasibətə başlayan zaman bütün bariyerlər dağılmağa başlayır. Bütün hər şey dağılmağa və o başa düşür ki, həyatda heç vaxtı öz komfort zonasını tərk eləmir. Həyatda heç vaxtı nəyəsə hə və yox sahibinə malik olmur. Hətta bugün Əhmədə yox deməyə belə cəsarəti yoxdur. Hə deməyə də cəsarəti yoxdur. Çiçəyin davası təmiz başqa bir şey oldu. Keçdi özü ilə davaya. Bəli, Çiçək burada artıq Əhməd də artıq bir həftəni yekunlaşdırıb paytaxta qayıtdı. Çiçək öz evinə qayıtdı və Çiçək burada Əhmədin zəngi ilə gedib onun çəkiliş meydançasına getməlidir. Amma utanır. Çünki bu çəkiliş meydançasında onun görünməsi nəinki qohumlara, bütün dünyaya elandır. Çiçək buna hazırdır. Çiçəyi buna necə hazır eləyəcəyik biz? Ay sağ olun. Burada o ilk bariyeri necə işləyəcək, Həmidlə necə yox deyiləcək və bütün süjeti quran zaman Çiçəyi, Əhmədi bunların hamısını bir araya gətirməkdən ötürü bütün süjeti qurmalıyıq. Mən süjeti qurmuram. Bu artıq oxucu bütün, bax bu mənim planımdır. Yazıçının kifayət qədər, baxın necə qarışıq bir planı var. Can verən plan var. Bax burada ortada bir plan var. Bu planı mən 127-ci qəbirdə də qurmuşam, taxta məktubda da qurmuşam və digərlərində. Əgər hətta lövhədə belə qurmasam, bu mənim beynimin içidir. Və roman bitəndə Əhmədlə Çiçək evlənəcəkmi? Sizcə yazıcı bu qədər sıradan bir əsərin
qələm alar. Sizə sıradan gəlmirdi, amma sıradan bir əsər qələm alar. Əsərin qayəsi nədir? Qayə. Qayəsi nədir? Onu əsər Əsər- gözəldir, amma nə çatdıracaq? Əsər nə çatdıracaq? Əsərin məqsədi nədir? Yazıçının çatdırmaq istədiyi nədir? Nədir sizcə? Özgüvən. Necə Təxmin elədiniz. Sonra bu özgüvənin nəyi unutdunuz? Çiçəyin zirzəmidəki qaleriyanı unutdunuz. Galereya var orada. Hə. Özünə güvəni gəlsin. Və çiçək burada Əhmədlə evlənsə də, evlənməsə də, yox desə də, o ilk dəfə olaraq bütün komfort zonundan kənara çıxaraq qalereyada rəsmi götürüb aparır. Galereya. Aparır. Və orada inanır ki, onun çəkdiyi rəsmlərin qətiyyən anasına dəxli yoxdur. Hətta anasının rəsmləri də uğurludur. Amma anası heç vaxt onu qohumlara göstərməkdən o yana keçməmişdir. Əməlli başlı işdir ha bu. Oturum belə keyfim istəyəndə yazım, istəməyəndə yazmayım deyil. İndi təsəvvür ediniz, siz bir dünya inşa edirsiniz. O dünyanın zamanı, məkanı, niyələri, nə üçünləri, səbəbləri və nəticələri olmalıdır. Oradakı obrazlar canlı olmalıdır. Canlı. Əgər onların bircəciyi belə axsasa, istər Həmid, istər Əhməd, istər Gülər, istər Çiçək, bunların bircəciyi axsasa, əsər olur karton. Karton obrazların qurulduğu bir əsər. Və bu əsəri siz blogerlər qarşı bütün oxucular 5-10 səhifədən sonra buraxıb gedəcək. Elə. Əladır. İndi növbəti olur ilk səhifədən necə başlayaq, amma onu saxlayaq növbəti. Bəli, məncə də. Əla, çox sağ olun. Super. Yazıcı olub çıxacağam mən burada.